Salam əziz izləyicilər, xoş gördük sizləri. Bugün ayın 1-idir. Son ay üçün, yəni fevral ayı üçün tövlədə artım və xərclər mövzusunda bir video çəkmək istədim. Əvvəlcə qoy heyvanların altlarını təmizləyim. Ondan sonra isə xərclər barədə danışarıq. İndi yem vermeye başlayaq. Bir gün önceden hazırladığım yemi, yani jimixin üstüne su döküp saxlayıram. Yem şişir. Onun üzerine arpa yemi tökürəm. Arpa yeminin üzerinden qarğıdalı yarması, daha sonra ise 2 qap pambıq, sonda ise makaron kökəltmə yemi tökürəm. Bunları yaxşı-yaxşı qarışdırıram. İndi isə inəklərə servis edək yemeği. Böyük inəklər, boğazlar, onlara çox xərc çəkməyin yeri yoxdur. Ona görə də onlara mən kəpək verirəm. 2 kilo yarım səhər, 2 kilo yarım axşam kəpək verirəm. Angusa qarışıq yemi danalara tökürəm. Çünki kökəltmək istəyirəm onları, kökəltmə məqsədi ilə saxlayıram. O biri boğaz heyvanlarıma da kəpək verirəm, biraz az verirəm. Kilo yarım səhər, kilo yarım axşam. Toplam 3 kilo. Demək dostlar, mən bu ay 168 manat yemə pul vermişəm, arpa yemi almışam, qarğıdalı yarması almışam, kəpək almışam, pambıq yemi və jimix almışam. Bunlara toplam 168 manat pul vermişəm. 180 manatdaki otu hesablayaq. Yəni gündə 2 pres, 1 səhər, 1 axşam 3 manatdan hesablayıram. Bunların da xərci edir 340 manat. Cəmi 340 manat. İnəklər süt vermir. Bir angus süt verir. O da gün ərzində 1 litr. Onu da hesablayaq 30 manat gəlir kimi. Bir 100 manatlıq da peyin satmışam. Bir lafet peyin. Bunu da gəlir kimi hesablayaq.
Demək mən bu ay 340 manat heyvanlara xərc çəkmişəm. Gəlirim isə 130 manat olub. Yəni real pul. Bunu da hesablayanda mən heyvanlara 210 manat xərc çəkmiş olurum. İnşallah danalardan bu ay birini kəsmək istəyirəm. Yəqin ki, gəlir biraz artar. Pis deyirlər, kəsmək olar. Düyələrim boğazdır. Bu düyəm artıq 7 ay 15 günlükdür. Boğazdır. Düyə biraz tez tərpətir yerinin, bilindirir. Bu düyə isə 7 ay 10 günlük boğazdır. Ən son doğan heyvan bu olacaq. Bu inəyim isə 9-cu ayına keçib. Martın 29-u vaxtı tamamdır. Ola bilər ki 5 gün, 3 gün gec və ya tez ola bilər. Balası artıq bilinir. Əllə hiss olunur. Angus inəyim də artıq 8-ci ayındadır. Bugün sabah 9-cu ayını keçəcək. Hələ ki 1 litr süt verir. Səhər axşam gündə bir dəfə sağıram. Belə dostlar. Bu aylıq da tövlədən gəlirimi və xərcimi sizlərlə bölüşdüm. Ot da bitir artıq. Yəqin ki çatar. Otu 2 hissədə yığmışdım. Bu təbii bağ otudur. Yəqin ki 2 ayı çatmaz. Mart ayını görsə bəs eləyər mənə. Burada isə təxminən 200 yonca presi var. O yəqin ki aprel-may ayını görəcək. 8 baş heyvandır. Bir pres səhər, bir pres axşam tökürəm. Preslərim iridir. Heyvan burada payızda 10 baş olanda da bir pres tökürdüm. 9 baş olanda da bir pres tökmüşəm. İndi 8 başdır. Bir 10 günə birini satacağım. Yenə bir pres, yəni pres dəyişirmir. Bir pres səhər, bir pres axşam.
Dostlar, bugün de bir cankürdən bir havadır. Çok soyuqdur. Yağmurlu bir havadır. Bağda iş yoxdur. Qərarı aldım ki, demək olar ki, bir ildir bugün sabaha saldığım bir işi bugün həll edim. Suyun üstünü bağlamaq istəyirəm. Taxta ilə bağlamışdım. Problemlər yaranır. Bəzən görürsən ki, heyvan toxunur. Ona görə istəyirəm ki, bu işi bir dəfəlik həll edeyim. Suyun üstünü dəmirlə bağlayayım ki, heyvan toxuna bilməsin. Toxunanda da suyu dağıtmasın. Dostlar, növbəti bir videonun da sonuna gəldik. İnşallah növbəti videolarda görüşənədək Allah hamının malına bərəkət versin. Sağ olun, sağlıqla qalın.